Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün mən paxla plov bişirmişəm quru balıqla. Paxla plov Azərbaycanın bir çox bölgələrində bişirilir. Dana əti ilə və yaxud da toyuqla bişirilir. Əsasən cənub bölgəsində quru balıqla bişirilir və yaxud da ki, turşu kababla. Mən bugün quru balıqdan istifadə eləmişəm. Həm də quru balığı qızartmışam. Qızardanda quru balıq çox dadlı olur. Mən də ilk dəfə eşidəndə təəccüb eləmişdim ki, quru balıq yağda necə olur dadı qızardanda. Amma bişirdim, çox dadlı olur. Əvvəlcə paxlanı yaşıl qabığından ayırdım. Ondan sonra üst qabığı olur dənələrin. Dənələri də üst qabığından təmizlədim. Bu paxlanı üst qabığı ilə birgə buzdolabında saxlamaq olur qışda bişirmək üçün. Yəni belə təmizləyirsən, üst qabığı ilə birgə pinqvinlərə qoyub deməli buzdolabında saxlamaq olur. Üst qabığını təmizlədim və yudum. Paxlanı yudum, düyünü də bu arada yuyub istağa qoymuşam. Şüyüdü də xırda-xırda yuyub, xırda-xırda doğramışam. Düyünü də suyundan süzdüm. Dinabımız da qaynayır. İndi deməli dinaba duz əlavə elədim. Duzu elə əlavə edirsiniz ki, suyun dadı dəniz suyun dadı kimi, duzluluğu kimi olmalıdır. Düyünü əlavə elədim, suya qaynayır. Bilirsiniz ki, düyünü adətən plov bişirəndə plovun düyüsünü tam bişməmiş, biraz alaçı olur, süzülür, sonra da dəmdə də bişir. Ona görə də düyü bişənə yaxın, hardasa süzməyə bir 3 dəqiqə qalmış, paxlanı əlavə elədim. Bir 3 dəqiqə də düyü ilə birgə qaynadı. Çox qaynatmaq olmaz, çünki paxla da çox qaynayanda dağılır. Ondan sonra süzmək lazımdır, amma doğradığım şüyüdə əlavə eləyib qatışdırdım, sonra süzdüm. Yəni şüyüdə əlavə eləyəndən sonra qaynatmaq lazım deyil. O dəqiqə süzürəm. Qazana zeytun yağı əlavə elədim, yağ isti çıxdı, düyünü əlavə elədim qazana. Sonra kərə yağı doğrayıb düzdüm düyünün üzərinə. Yarım skanda su əlavə eləmişəm, burada videoda görünmür. Düşməyib videoya və qapağını qoydum. Qazanın qapağını qoydum, düyünü qoydum dəmə. Düyü dəm alana qədər balığı bişirirəm. Balığın quyruq hissəsini bişirib yemişik artıq. İndi deməli balığın bel hissəsindən bir kusok kəsirəm. Bu qədəri bizə bəs eləyəcək. Yəni düyüyə görə bu qədər balıq bəsdir. Balığı deməli pullarından ayırıram. Pullarını təmizləyirəm. Üzündəki pulları təmizlədim. Və qarın tərəfində kəsib artıq lazım olmayan hissələrini atıram və balığı yudum. Yəni əsasən iç tərəfini biraz yudum. Tavaya duru yağla, kərə yağının, zeytun yağının kərə yağının qatışığını əlavə eləmişəm. Kərə yağı bizdə az olduğuna görə əsasən plov üçün saxladım. Ona görə zeytun yağı da əlavə elədim. Siz istəsəz tam kərə yağında bişirərsiniz, onda daha dadlı olur. Qazın xodu da az olmalıdır ki, həm qızarsın, həm içi bişsin. Balığı o öz qızartdım. İçi də tam bişdi. Plovumuz da dəm aldı. Mən plova qazmaq eləmədim. Siz istəsəz ya lavaş qazan dibinə qoya bilərsiniz və yaxud da qazmaq da hazır eləyə bilərsiniz. Mən bu dəfə qazmaqsız süzdüm düyünü. Görürsünüz dəndən alınıb. Servis edirəm.
Siz də bişirin, əziz izləyicilərim, nuş eləyin. Ümid edirəm ki, bişirərsiniz və bəyənərsiniz. Bəyənsiniz, bəyən düyməsini basıb abunə olmağı unutmayın. Dəstək olun ki, videolarımın ardı gəlsin. Əziz izləyicilərim, sağ olun, sağlıqla qalın.